Herkese salam. Hər birinizi yenidən xoş gördük. Bugün biz Riyaziyyat 3-cü sinif 1-ci hissədən toplama minə qədər bölməsinin üç rəqəmli ədədlərin toplanması mövzusunu izah edəcəyik. Araşdırma və müzakirə hissəsində başlayırıq. Deməli uşaqlar, burada bizə deyir ki, 2 rəfdə cəmi neçə karandaş olduğunu necə tapmaq olar? Birinci rəfə baxırıq, 243. İkinci rəfdə isə 334 karandaş var. Təbii ki, biz cəmi tapanda nə edirik? Cəmi tapanda biz bunları toplayırıq. Yəni 243 ilə 334-ü toplayırıq. Nəticədə eləyəcək 577. Öyrənmə materialımıza baxırıq. Ədədləri alt-alta toplayarkən uyğun mərtəbədəki rəqəmlər bir-birinin altında yazılır. 3 rəqəmli ədədlərin cəmini tapmaq üçün əvvəlcə təkliklər, sonra onluqlar, axırda isə yüzlüklər toplanır. Məsələn, 324-ün üzərinə 213 gəlmək istəyirsə necə edirik? İlk öncə təklikləri toplayırıq, 4 ilə 3-ü 7 eləyir. Daha sonra onluqları toplayırıq, 2 ilə 1 3 eləyir və son olaraq yüzlükləri toplayırıq, 3 və 2-ni toplayanda 5 eləyir. Nəticədə 324 ilə 213-ü toplayanda 537 eləyir. Ədəd oxununda 324 ilə 213-ün cəmini belə göstərə bilərik. 324-dən sonra 100 addım irəli gedirik. Eləyir 424. 424-dən 100 addım irəli 524. 524-ü alandan sonra isə uşaqlar, deməli bizim onluğumuz 10-dur deyə 10 vahidlə irəli gedirik 534 və son olaraq təkliyi toplayırıq. Eləyir 537. Bələdçi hissəsinə baxırıq və tapşırıqlarımızı yerinə yetirməyə başlayırıq. Deməli belə. Bələdçi hissəsinə baxırıq dostlar. Təsvirə uyğun misal yazın və həll edin. Bizə nümunə verib. Nümunəmizdə 446 ilə 350-nin cəmi 700 uşaqlar 96 edib. Gəlin indi baxaq A variantına. A variantında bizə neçə verilib? 335. Üzərinə gələcəyik 1 yüzlük, 2 onluq və 2 təklik, yəni 122-ni. İlk öncə təklikləri toplayırıq. 5 ilə 2, 7. 3 ilə 2-ni toplayanda 5. 1-in üstünə 3 gələndə 3 ilə 1-i toplayırıq. Eləyir 4. Nəticə cavabımız oldu 457. B variantına baxırıq. Yüzlüyümüzə baxırıq. 5 yüzlük, 4 onluq, 6 təklik. Üzərinə neçə gələcəyik? 1 yüzlük, 0 onluq və 1 təklik. 6 ilə 1-i toplayırıq 7. 4-ün üstünə 0 gələm 4. 5 üstünə 1 gələm 6. Nəticədə cavabım eləyir 647. Gəlin cəmləri tapaq. 300 ilə 200-ün cəmi 0 üzərinə 0 gələndə 0. 0 ilə 0-ı toplayıram 0. 3-ün üstünə 2 gəlirəm. Eləyir 5. 400 ilə 320-nin cəmi 0 ilə 0-ı toplayıram 0. 0-ın üstünə 2 gəlirəm 2. 4-ün üstünə 3 gəlirəm 7. 400-ün üzərinə 320 gələndə nəticədə cavabımız olur neçə uşaqlar? Cavabımız olur 720. 143-ün üzərinə 5 gələcək. Burada sadəcə 3 ilə 5-in cəmini tapırıq. Eləyir 8. 4 olduğu kimi yazırıq və 1. Cavabımız oldu neçə? Cavabımız oldu 148. Daha sonra davam eləyirik. 5-in üzərinə 0 gələndə eləyir 5. 0 ilə 7-ni toplayıram 7 və 1. Cavab oldu 175. 8 32-nin üzərinə 146 gəlir. 2 ilə 6-nı toplayıram 8. Daha sonra 3-ün üstünə 4 gəlirəm 7. 8-in üzərinə 1 gələndə 9. Cavab oldu 978. 537 ilə 312-nin cəmi. 7 ilə 2-ni toplayıram 9. 3-ün üstünə 1 gələndə 4. 5-in üzərinə 3 gələndə 8. Cavab oldu 849. 161 ilə 534-ün cəmi. 1-in üzərinə 3 gələndə 5.
6 üstünə 3 gələndə 9, 5-in üstünə 1 gələndə isə 6 edir. Cavab 695. Alt-alta yazmaqla cəmin tapılmasını eləyəcəyik dostlar. Deməli belə. Alt-alta yazmaqla cəmi tapaq, daha sonra isə bizim öyrənmə materialımız var, onu öyrənərik. İkinci misalımızda ilk öncə biz bilirik ki, uşağı təkliyi təkliyin altına, onluğu onluğu, yüzlüyü isə yüzlüyün altına yazacağıq. 203-ün üzərinə 6 gəlmək istəyirik. 3-ün altını toplayırıq 9, cavabımız elədir 209. 600 ilə 40-ın cəmi 0, 4, 6, 640. 334-ün üzərinə 62 gələcəyik. 4-ün üstünə 2 gələndə 6, 3-ün üstünə 6 gələndə 9 və 3, 396. 504-ün üzərinə 4 gəlirik. 4-ün üstünə 4, 8, 0 və 5. Cavab elədir 508. 251-in üzərinə 118 gəlirik. 1-in üzərinə 8, 9, 5-in üstünə 1, 6, 2-in üstünə 1, 3. 953-ün üstünə 33 gəlirik. 3-ün üstünə 3 gəlirik 6, 5-in üstünə 3 gəlirik 8 və 9. Cavab elədir 986. Son olaraq isə 534-ün üzərinə 161 gəlirik. 4 ilə 1-i toplayırıq 5, 3 ilə 6-nı toplayırıq 9, 5-in üzərinə 1 gələndə 6 edir. Cavab oldu 695. Gəlin öyrənmə materialımıza baxaq. Uşaqlar burada bizə nə deyir? Deyir ki, ədədləri açıq şəkildə yazmaqla da toplamaq olar. Bu zaman uyğun mərtəbə qiymətləri toplanır və cəm tapılır. Yəni 213 ilə 345-i toplamaq istəyiriksə, 213-ü 213 kimi yazırıq. Yəni 200-lük, 1 onluq və 3 təklik kimi yazırıq. 345-i 345, yəni 300-lük, 4 onluq və 5 təklik kimi yazırıq. Daha sonra isə yüzlüklərimiz toplanır. 200 ilə 300 eləyir 500. Onluqlarımız toplanır. Onun üzərinə gəlirəm 40 eləyir 50. Son olaraq isə təkliklərimiz toplanır. 3-ün üstündən 5 gəlirəm, eləyir 8. Nəticədə cavabımız oldu 558. Axı biz burada son olaraq topladığımız yüzlük, onluq və təkliklərin cəmini tapırıq. Bu da 558 edir. Üçüncü tapşırığımızla davam eləyirik. Burada bizə deyir ki, ədədləri mərtəbə qiymətlərini cəmi şəklində göstərməklə toplayın. Gəlin başlayaq. 327 üzərinə gəlilsin 122. 327-ni 327 kimi, 122-ni 122 kimi göstəririk. 327 bərabərdir 300-lük, 2 onluq və 7 təklik. 122 bərabərdir 1 yüzlük, 2 onluq və 2 təklik. İndi gəlin ilk öncə yüzlükləri toplayaq. 300-ün üzərinə 100 gəlirik, eləyir 400. Gəlin onluqları toplayaq. 20 ilə 20-ni toplayıram, eləyir 40. Gəlin son olaraq təklikləri toplayaq. Təklikləri toplayıram, eləyir 9. Və 449-u toplayırıq, eləyir cavab 449. 564 üzərinə gəlinsin 232. Eyni qaydanı burada da tətbiq eləyirik. 564 232. 564 bərabərdir 500-lük, 6 onluq, 4 təklik. 232 bərabərdir 2 yüzlük, 3 onluq və 2 təklik.
Gəlin ilk öncə neyniyək dostlar? İlk öncə gəlin biz yüzlüklərimizi toplayaq. Yüzlüklərimizi toplayırıq. Yüzlüklərimizi toplayarkən eləyir 500 üzərinə gəlinsin 200 bərabərdir 700 və onluqlarımız 60 ilə 30-un cəmi bərabərdir 90. Son olaraq isə təkliklərimizin cəmi bərabərdir 6-ya və 796-nı toplayıram. Cavabım eləyir 796. Davam edirəm dostlar. Üçüncü misalımız 304 üzərinə gəlinsin 444. 300'ü yenə də yazıram. 304. Burada görürsünüz bizim onluğumuz 0'dır. 300'lük, 0 onluq və 4 təklik. 400'ü də göstərək. 444. 400'lük, 4 onluq və 4 təklik. İndi gəlin toplayaq. 300 ilə 400'ü toplayırıq, yəni yüzlüklərimizi. Eləyir 700. 0 ilə 4'ü toplayırıq, yəni 40'ı toplayırıq, eləyir 40. 4 ilə 4'ün cəmi isə eləyir 8. Cavabımız neçə olur? 748. 748. Gəlin davamını yazaq. Davamında isə biz 512 ilə 512'nin üzərinə 205'i gəlirik. 512'ni yazırıq. 500 üzərinə gəlinsin 10, üzərinə gəlinsin 2. 205'i yazırıq. 2 üzərinə gəlinsin 0, üzərinə gəlinsin 5 və biz bunları indi nə edirik uşaqlar? İndi biz bunları yazırıq. 500 üzərinə gəlinsin 100. Bunu 500'lük, 1 onluq və 2 təklik kimi də göstərək. 200'lüyü isə 200'lük, 0 onluğumuz yoxdur və 5 təklik kimi göstərək. Daha sonra isə yazırıq. Yüzlükləri toplayırıq. 500 ilə 200'ün cəmi eləyir 700. 10 ilə 0'ın cəmi, yəni onluqlarımız eləyir 10. Son olaraq 2 ilə 5'in cəmi neçə eləyir dostlar? Eləyir 7. Və mən alınan cəmləri toplayıram. 717. 424 üzərinə gəlinsin 272. 424'ü yazıram. 400'lük, 2 onluq və 4 təklik. 200'lük, 7 onluq və 2 təklik. 400'lük ilə 200'lüyün cəmi ol. 400 ilə 200'ü toplayıram. Eləyir 600. 20 onluqla 70'i toplayıram. 20 ilə 70'i toplayıram. Yəni 2 onluqla. Eləyir 90. 4 ilə 2'nin cəmi isə eləyir 6. Nəticədə 696. 425 ilə 143'ün cəmi. 425. 400'lük, 2 onluq və 5 təklik. 140 isə 143. 1 yüzlük, 4 onluq və 3 təklik. İndi gəlin yüzlüklərimizi toplayaq. 400 üzərinə gəlinsin 100 bərabərdir 500. Onluqlarımız 20 ilə 40'ın cəmi bərabərdir 60. Təkliklərimiz isə 5 ilə 3'ün cəmi 8. Cavabımız oldu 568. Növbəti misalımızla və sonuncu misalımızla davam eləyirik uşaqlar.
Sonuncu misalımızda isə bizə deyir ki, 220 üzərinə gəlsin 128. 220-ni göstəririk. 220 təkliyimiz 0-dır. 2 yüzlük, 2 onluq və təkliyimiz yoxdur. 128-i yazırıq. 128. 1 yüzlük, 2 onluq və 8 təklik. 200 ilə 100-ü toplayıram. Eləyir neçə? Eləyir 300. 20 ilə 20-ni toplayıram 40. 0 ilə 8-i toplayıram 8. Və son olaraq 348. Davam eləyirik, misalları həll edin. Gəlin başlayaq. 400-ün üzərinə 5 gələndə 405. 342-nin üstünə 7 gələndə 349. 837-nin üzərinə 131 gəlirik. Cavab eləyir 968. 366 ilə 12-ni toplayırıq. Cavabımız eləyir 378. 128 ilə 201-i toplayırıq. Cavabımız eləyir 329. 601 üzərinə 204 gəlirik. Cavab eləyir 805. Və son olaraq 143 ilə 724-ü toplayırıq. Cavabımız eləyir 867. Məsələyə baxırıq. Hovuzda 750 litr su var idi. Çəndən hovuza 128 litr su əlavə etdilər. Hovuzda neçə litr su oldu? 750 ilə 128-i toplayırıq. Nəticədə cavabımız eləyir 878 litr su. Heyvanlar aləmi kitabının qiyməti 3 manat 20 qəpik. Şəkilli təcrübələr kitabının qiyməti isə 5 manat 70 qəpikdir. Bu iki kitabı almaq üçün nə qədər pul ödənməlidir? 3 manat 20 qəpik bərabərdir 320, 5 manat 70 qəpik bərabərdir 570 qəpiyə. Və bunları toplayanda toplam olaraq 8 manat 90 qəpik ödəmək lazımdır. Bugünkü videomuz bu qədərdir uşaqlar. Sizinlə sağollaşıram. Sağ olun, salamat qalın.